Qərbi Azərbaycanın zəngin irsi həm keçmişin yadigarı, həm də gələcəyin mənəvi dayağı kimi xüsusi əhəmiyyət daşıyır. Bu irsin qorunması və yaşadılması texnologiyalar dövründə formalaşan gənc nəslin üzərinə düşür və həyata keçirilən müxtəlif layihələrdə məhz bu məqsədə xidmət edir. Çox az sayda gənclər var ki, oranı görübdülər və xatırlayırlar və bu baxımdan da biz Qərbi Azərbaycan irsini mütləq gənclərimizə təbliğ etməliyik, tanıtmalıyıq və bacardığımız qədər çalışmalıyıq ki, hal-hazırda dağıdılmayan, hal-hazırda ən azından qalan bəzi abidələrimiz var ki, onlar haqqında gənclərə məlumat verək, onlarla bağlı dünya ictimaiyyətini məlumatlandıraq. Fevral-aprel aylarını əhatə edən Qərbi Azərbaycan irsini tanı layihəsi gənc nəslin bu sahəyə marağının artırılmasını hədəfləyir. Layihənin yekunu olaraq Nizami Kino Mərkəzində təşkil olunan Gənclər Forumu, mədəni irsin müasir təqdimatında gənclərin rolunu bir daha ön plana çıxartdı. Forumda əvvəlcə layihə çərçivəsində təşkil olunan intellektual oyunun qalib komandaları təltif edildi. Bu istiqamətdə artıq sayca 7-ci fəaliyyətimizdir icra edirik və indiyə qədərki dövrdə 1500-ə qədər gənci əhatə edə bilmişik. Gənclər də deyəndə biz əsasən 16-29 yaş aralığında əhatə edən gənclərimizi nəzərdə tuturuq ki, onların xüsusilə əsas gücü sosial şəbəkələrdədir və biz istəyirik ki, gənclərimiz nə qədər məlumatlı olsalar, onlar nəinki yerli ictimaiyyətin, həm də beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında rol ala bilərlər. Forum 2 panel sessiya ilə davam etdi. Bu sessiyalarda Qərbi Azərbaycan irsi, tarix, mədəniyyət və ənənələrdən müasir dövrümüzə körpü və Qərbi Azərbaycan irsinin təbliği, təşəbbüslərin dəstəklənməsi, gənclərin iştirakçılığının artırılması mövzuları ətrafında müzakirələr aparıldı. Bu məsələdə ələxsus beynəlxalq aləmə çıxış, müxtəlif dillərdə kitabların hazırlanması, filmlərin çəkilməsi əsas prioritetlərdən biridir düşünürəm. Amma eyni zamanda gənclərlə görüş də bu məsələyə diqqəti daha da artırır və gənclərin də fikir və ideyaları öyrənilir. Yəni hər bir görüş də yeni ideyalara rəvac verir. Tədbirin bədii hissəsi gənc xanəndələr Həzrət Əzizli və Ədilə Əliyevanın ifasında səslənən nəğmələr, Balaban ifaçısı Məqsəd Əzizovun təqdim etdiyi Sarı Gəlin xalq mahnısı ilə milli ruhun canlı ifadəsinə çevrildi. Həmçinin Dövlət Uşaq Filarmoniyasının Uşaq Folklor Rəqs Ansamblının çıxışları tədbirə xüsusi rəng qatdı. Arzu Yusif, Kəmran Soduyev, Sevgi Əlizadə, Mədəniyyət xəbərləri.